Doktor, uşağın göbəyindən sidik gəlmə şübhəsi var. O zaman uşağın göbəyindən belə olduğu zaman cərrahi yolla. Salam, hər vaxtınız xeyir YouTube kanalı izləyicilərimiz. YouTube kanalımızda maarifləndirici videolarımıza davam edirik və uşaqlarda olan uroloji problemlərdən danışıram. Qeyd etdiyim kimi suallar üzərindən daha çox məlumat verməyə çalışıram və bir sual mənə maraqlı gəldi. Doktor, uşağın göbəyindən doğulubdur, göbəyindən sidik gəlmə şübhəsi var. Bizə belə bir şey deyilibdir. Belə bir şey ola bilərmi? Bu haqda məlumat verəcəm. Bəli, həqiqətən də yeni doğulmuş bir uşağın göbəyindən damcı-damcı sidik gələ bilər. Bu patent uraxus dediyimiz haldır. Yəni normalda hamiləliyin təqribən 4-cü ayına qədər ananın dölyanı mayeəsi ilə uşağın göbəyi arasında bir bağlantı var. Yəni belə deyək, uşağın yaratdığı orqanizmdə yaranan sidik kanalından yox, bəlli bir həftəyə qədər göbək vasitəsilə dölyanı maye içərisində ifraz olunur. Amma bu proses uşağın sidik kisəsi, sidik kanalı formalaşdıqdan sonra artıq normal şəkildə aşağı sidik yollarından dölyanı maye xaric olmağa başlayır. Yəni təqribən 18-ci həftədən sonra dölyanı mayenin 70-80%-ə qədərini uşağın sidiyi təşkil edir və göbək ilə sidik kisəsi arasında olan bağlantı təqribən 4-cü aya qədər incə bir şəkildə qalır və sonradan tam şəkildə bağlanır. Əgər bu bağlantı qalmış olarsa, yəni uşaq doğulur, göbək ilə sidik kisəsi arasındakı bu uraxal kanal dediyimiz, patent uraxus dediyimiz kanal hələ də açıqdırsa, o zaman uşağın göbəyindən damcı-damcı sidik gəldiyini görmək olar. Biz uraxusun digər patologiyalarında görürük. Məsələn, uraxal kanal kistası var, sinus dediyimiz bir şey var, sidik hissəsi tərəf bağlanır, göbək tərəf açıq qalır, axıntı verir, onları bəzən çıxarırıq. Bəzən göbək hissədə kiçik bir mukoza qalır, onu gümüş nitrat qələmi ilə yandırırıq. Amma tam olaraq açıq qalması daha az rast gəlinən patologiyadır, amma ola bilər. Belə olduğu zaman cərrahi yolla çox rahat bir şəkildə əməliyyat edib sidik hissəsi ilə göbək arasındakı o yolu bağlayırıq. Əslində o yol dediyimiz isə median umbilikal liqament, yəni sonradan sidik hissəsi ilə göbək arasındakı bir bağa çevrilən, yəni əhəmiyyətini itirən bir toxumadır, bir hissədir. Və uşağın o hissəsini, yəni sidik gəlmə davam edirsə, o hissəni kəsib bağladıqdan sonra həyatına normal şəkildə davam edir və uraxus problemi adətən yanaşı uroloji və kardiyak qüsurlarla çox bir yerdə olmur. Adətən tək başına daha çox görülür. Sonda qeyd etmək istərdim ki, xahiş edirəm YouTube kanalımıza abunə olasınız və daim sizə bildirimlər gələcək. Oradan YouTube kanalımızdan videolarımızı daim izləyib öz şərhlərinizi bildirə bilərsiniz və çalışacağam ki, bütün şərhlərinizə vaxtı-vaxtında cavab verim. Təşəkkürlər.